Hörmətli dostlar, yenidən sizi salamlayıram. Hazırki mövzumuz istəyir qərb dünyasında, yəni qərb mütəfəkkirlərinin görüşlərində istəyir bizim İslam aləmində qadına verilən dəyər və onların qısa şəkildə müqayisəsi üzərinə olacaq. Son dövrlər yəqin ki, diqqətinizi çəkib, xüsusən qərbdən gələn hər şeyin çox faydalı, çox müasir olduğuna dair çox ciddi bir müəyyən bir qrup tərəfindən ciddi bir propaganda aparılmaqdadır və xüsusən İslam dinini hədəf taxtasına qoyaraq qadın üzərindən İslam dininə və müsəlmanlara çox ciddi tənqidlər yönəldilməkdədir. Biz qısa şəkildə nəzər yetirək görək ki, qərb dünyasında, yəni bilinən və məşhur olan hər kəs tərəfindən adları bilinən filosofların, mütəfəkkirlərin qadınlar haqqında nəzəriyyələri nə olmuşdur? Məsələn, qədim Yunan filosoflarından Sokrat belə deyir: 3 səbəbə görə mən talihimə şükr eləyirəm, yəni minnət borcluyam. Birincisi, heyvan deyil, insan olaraq dünyaya gəldiyim üçün. İkincisi, qadın deyil, kişi olduğum üçün. Üçüncüsü isə barbar deyil, Yunanlı olduğum üçün. Bu, Sokratın dəyərləndirilməsidir. Yenə məşhur filosoflardan, hətta fəlsəfənin ilk nümayəndə müəllimül əvvəl deyirlər, yəni ilk müəllimi olaraq tanımlanan məntiq kitabı müəllifi Aristotel qadın haqqında nə deyir? Bir qadın, bir də kölə əxlaqı baxımdan yaxşı ola bilər. Oysa ki, qadın dəyər baxımından aşağı, kölə isə tamamilə dəyərsizdir. Kim istəsə bunu bildirim sizə, yəni bu burada verilən məlumatları qaynaq olaraq kim əgər istəyir, əldə edib, özü oxumaq istəsə, mən onlara həmin qaynaqları verə bilərəm, özləri də qaynaqlardan buna şahid ola bilərlər. Pifaqor nə deyir? Pifaqor deyir ki, sistemi, kişi və işığı yaradan bir yaxşılıq vardır və bir də xaos vardır. Qaranlığı və qadını yaradan isə pislikdir, yəni şər düşüncədir deyir. Yəni ona görə bütün kişilər xeyri, qadınlar isə şərri təmsil etməkdədir. Schopenhauer nə deyir? Qadınlar öz könüllərincə xəyal edərlər ki, kişilər pul qazanmaq, qadınlar isə bunu xərcləmək üçün yaradılmışdır. Nietzsche nə deyir? Nietzsche deyir ki, qadınla danışacağın zaman əlində qamçın hazır olsun və onu heç vaxt unutma deyir. Bu siyahını çox uzada bilərik. Yəni, digər insanları da istəyir, Kantə ala bilərsiniz, Schopenhauer'a baxa bilərsiniz, Darwinə baxa bilərsiniz. Yenə son müəlliflərdən, son dövr müəlliflərindən Sombart, Werner Sombartın Eşq, Lüks və Kapitalizm adlı əsərində əslində kapitalizmin lüksdən meydana gəldiyi, lüksü isə qadının ortaya çıxardığı, yəni əslində kapitalizmin meydana gəlmə səbəbinin və günahkarının qadın olduğuna dair bəyanlarına şahid ola bilərsiniz. Yəni görür ki, görsəndiyi kimi və ya göstərilməyə çalışıldığı kimi qadına yüksək dəyər verilməməkdədir qərb düşüncəsində. Bu aşikardır. Elə isə bizim düşüncəmizdə, yəni İslam düşüncəsində qadına hansı yer verilməkdədir? Ümumiyyətlə, kişi və qadın özlüyündə nəyi təmsil etməkdədir? Əvvəla onu deyim ki, üstünlük baxımından Allah indində, yəni Allah nəzdində qadının kişindən ya da kişinin qadından üstün olduğuna dair əlimizdə heç bir dəlil və ya sübut yoxdur. Üstünlük fəzilət və ərdəminə görədir. Yəni, İslam düşüncəsində Allah Teala'nın nəzərində ərdəmli insan, fəzilətli insan daha üstün insandır. Amma yer üzündə, yəni imtahan aləmində hər kəsin özünə məxsus vəzifələri vardır. Yəni Allah qarşısında xüsusi bu vəzifələrini icra etməlidir. Bu mənada qadının özünə məxsus vəzifələri vardır, kişinin də özünə məxsus vəzifələri vardır. İkincisi, qadının haqqı, yəni bir ana olaraq ələ alınarsa əgər, Allahın haqqından sonra gəlməkdədir. Yəni, ən çox haqqına riayət ediləsi bəşər yenə ana, yəni qadın olmaqdadır. İslam düşüncəsində bu xüsusilə vurgulanmışdır. Və ən nəhayətində
heç bir müsəlman kişisi inanmıram iddia eləsin ki, fəzilət baxımından nə Həzrəti Məryəmdən üstündür, nə Həzrəti Xədicədən, nə də Həzrəti Fatimədən üstün olduğunu iddia eləsin. Yenə belə bir əsas və belə bir iddia da yoxdur. Amma bu deyilənlər, yəni İslam düşüncəsində qadının böyük önəminin vurğulanmağı və ona verilən rolun xüsusilə əsasən analıq üzərində olmağı əlbəttə ki, kapitalizmin işinə gəlməyən bir məsələdir. Çünki daha əvvəlki mövzularımızda da biz buna vurğulamışdıq və az əvvəl zikr etdiyim kimi və doğrudan da həqiqətən də kapitalizmin hərəkət verici qüvvəsi qadındır ki, yəni qadını siz əgər kapitalizm içərisindən çıxarsanız, böyük ehtimalla sistematik olaraq həmin sistem çökməyə başlayar. Və bu qətiyyən mövcud zehniyyətə, yəni kapitalist zehniyyətə qətiyyən uyğun gəlmir. Yəni İslam düşüncəsində qadına verilən dəyərin yaxınlığına belə hər hansı bir qərb mütəfəkkirin və ya kapitalist düşüncəsinin gəldiyini söyləmək qətiyyən doğru olmazdı.